salam uşaqlar, daha bir məsələnin izahına baxaq. Deməli, ekvivalentli metal oksiddir, yəni XO-dur. Bunu su ilə reaksiya aparanda alınır əsas XOH2. Biz bunu bildik. Daha sonra deyir ki, 1,4 qram metalın oksididir. 1,85 qram isə metalın hidroksididir. Bura x plus 16 olanda, bura x plus 34 olur. İstəsəz bunu tənasüblə işləyin belə. Yox, gördünüz çətinlik çəkirsiniz hesablamada. Bu şəkildə də hesablaya bilir. X plus 16, x plus 34-ə gedəndə 18 qram nə olur? Artım olur. 14 qramdan da 1,85-ə girəndə 0,45 artım olur. Əgər 1,4 qramında 0,45 artım olursa, x plus 16-da isə 18 qram artım olur. Biz buradan bunu hesablamış olacaq. Hesablayaq. X-imiz burada edəcək 40. Bu qədər sadə cavab olacaq. Y variantı.